Əziz izləyicilər, abituriyentlər və müəllimlər, hər vaxtınız xeyir olsun. Bu gün biz sizinlə Dövlət İmtahan Mərkəzinin abituriyentlər üçün dərc etmiş olduğu informatikadan 20-li sınav test toplusuna baxacaq. Sual nömrə 1. Qeyd edim ki, bu ə, sınaq kompüter şəbəkələri, internet və web proqramlaşdırma mövzusundandır. Və buna əlavə qeyd edim ki, bir qayda olaraq bu iki mövzudan qəbulda 3, 4 sual düşür. Sual nömrə 1. Simsiz şəbəkə texnologiyalarını müəyyən edin. Bunlardan biri Bluetooth Pico şəbəkədir. Wi-Fi-dır, wireless qoşulma təmin edir. Bir də Li-Fi və belə deyək, simsiz qoşulmanı təmin edir. Buna görə cavab A-bədir 1, 2, 6. ERC45 bağlayıcı başlığıdır. USB bağlayıcıdır. Ethernet isə simli şəbəkə texnologiyadır. Müxtəlif protokollardan istifadə edən şəbəkənin əlaqələndirməsi üçün istifadə edilən qurğu bu CPD-ni siləcəm. A və Y arasında ə, bir ifadə eləyəcəm. Deməli, router həm müxtəlif topologiyalı, həm də müxtəlif protokollunu təyinləndi, əlaqələndirəndə. Switch isə topologiyası müxtəlif olub, amma protokolları eyni olanları əlaqələndirəndir. Buna görə də ikinci sualda yer verir. Ulduz topologiyası ilə bağlı yanlış ifadəni verdi. Şəbəkənin etibarları mərkəzin qovşağın etibarlılığından asılıdır. Bəli, çünki mərkəz sıradan çıxdı, şəbəkə sıradan çıxır. Mərkəzi qovşaq sıradan çıxdı, şəbəkə öz fəaliyyətini davam etdirir. Xeyr, A-nın tam əksidir. Elə bu yanlışdır. Mərkəzi qovşaqda kompüter yerləşərsə bu bəli aktiv adlanır. Kompüterlər arasında informasiya sıralaması mərkəzi qovşaq vasitəsilə həyata keçirilir. Bəli. Mərkəzi qovşaqda hava yerləşərsə bu topologiya passiv ulduz topologiyası adlanır. Bəli. Şülüzün əsas təyinatı nədir? Şülüz gateway, yəni şülüz belə də soruşula bilər. Gateway, routerdur, serverdir. Bunlar gateway rolunda oynaya bilir. Müxtəlif kommunikasiya protokollu kompüter şəbəkələrini əlaqələndirmək üçün istifadə olunanda elə 4-də A. Lokal şəbəkə topologiyalarını müəyyən edin. Diqqətləyin, texnologiya demir, topologiya deyir. Bunlardan üçü məşhurdur. Şin, ulduz, halqa. Bu da cavab eləyəcək B. Beşinci sualda cavab B variantı doğrudur. Bütün kompüterlərə eyni hüquqa malik taytuşlar deyə bilərik. Peer to peer kimi də rastınıza çıxa bilər bu. Müştəri server isə tam tərsinə. 800 MB tutuma malik müəyyən sürətlə ötürülür. Bu zaman 2 dəfə daha çox sürət müddətdə neçə MB tutuma malik ötürürlər. Deməli, S bərabərdir VT düsturundan deməli, zaman 2 dəfə artıb, yəni T 2 dəfə artıb. Sürət də ki, gördüyümüz kimi burada əvvəlcə bu qədər olub, sonra bu qədər olub. 4 dəfə azalıb. Sürət də 4 dəfə azalıb. Onda bu da bizə verəcək 2-də 1 S qədər. Əvvəlcə 800 MB idisə 7-ci sualda, indi 400 MB-dur. Niyə? Dərin hesablama əməliyyatına girmədim. Çünki qəbulda harda vaxt udmaq olar və bu kimi suallarda vaxt tutmaq olar. Simsiz rabitə vasitələrinə aiddir. Rabitə vasitələri iki cür olur. Simli və simsiz. Simsizlər fiber optik, simsizlər əsasən peyk rabitə vasitəsilə mikrodalğalar və radio siqnallardır. Kabel növləri isə hansılar? Fiber, koaksal, bir də vurulmuş və yaxud sarınmış sütlü deyə bilərik. Bunlar simlilərdir. 2, 3, 5 Y variantı doğru cavab. Web səhifədə qrafik faili yerləşdirmək image atributu ilədir. Hamısında görürük ki, bu hissəyə kimi doğrudur. Source deyil, SRC yazılır. Href A təqin atributudur. Href A təqinin atributudur. C və D arasında bunu deyə bilərik ki, deməli, image təqinin bağlanmasına ehtiyac yoxdur. Buna görə 9-cu sual D variantı doğru cavabı. Şəbəkə ötürülməzdən əvvəl informasiya ilə kodlaşdırır ki, informasiyanın həcmi 40% azalır. Yəni x idi, olur 16x. Əgər failin şəbəkələ ötürülmə sürəti bu qədər olarsa, fail ötürülməsi üçün 6 saniyə vaxt sərf olmuşdur. Deməli, sürəti
bu qədər olanı 6 saniyə vaxt sərf olunubsa, o zaman mən nə edərəm? Ə, Nə qədər informasiya var, onu təyin edərəm. 6 vurulsun 2 üstü 18 bit gedib şəbəkədən 256 208-ə çevirdim. Bu da edir 6 vurulsun 2 üstü 5 kibayt. Vahid bizə kibaytdan soruşulub. Deməli, bu 60% bu qədərdir. Niyə görə? 40% azalıbsa 60% bu qədər olan bir şey yenə də sürətli edirik. Nisbət tənasüb tətbiq edə bilərik. 10 vurulsun 2 üstü 5 kibayt eləyir. Onda tamı, yəni belə deyək, rəngi dəyişək. 40%-i 60%-i bu qədər olan, 100%-i isə bu qədər olacaq. Bu səbəbdən dolayı cavab 10-cu sualda Y variantı doğru cavab olacaq. Niyə? Çünki 10 vurulsun 2 üstü 5, yəni 10 vurulsun 32 kübü, bu edir 320 kübü. Python görünüşünü hansılar ilə almaq mümkün deyil. Okey. Biz altdan xətt görürük burada. İtalikli görürük. Və boldluq görürük. Bold. Bu səbəbdən dolayı hər üçü olmalıdır. B strong, B strong eyni təsviri verir. Sadəcə strong seçdirilmiş yazı olur. B, U. Bu da okeydir. Hələlik görürük. Okey. Mümkün deyil. Aha. M strong. M strong. Okey. Deməli, burada 2-də biz altdan xətt təsviri görmürük. 2. Burada da deməli ikisi də qalındır. Yəni bu səbəbdən dolayı altdan xətt yoxdur. M strong italik, bu da italik təsvir deyil, sadəcə enforceddir. Yəni sesdirilmiş olur. Strong yenə burada da yoxdur, underline. M burada isə yəni olmayanları burada U yoxdur. Burada olmalı idi yenə U çatışmır. Burada isə bold çatışmır 5-də. 2, 4, 5 doğru cavabda, 11-ci sualda cavab D variantı. 12-ci sual. Doğru istinadı müəyyən edin. İstinad A təqi ilə qurulur ilkin olaraq. İstinadın SRC atributu olmur. Sonra bu hissələr eyni gəlir. Aha, HTTPS deyə bir protokol yoxdur. Protokol HTTPS-dir. Qalan hər şey də burada doğrudur, 12-dir. Diqqətləsəz, hissə ilə gedib xətaları edirik. 13-cü sual D variantı doğru cavabdır. Davam edək sonra. HTML web səhifədə alınacaq cədvəl neçə sütundan ibarət olacaq? Deməli belə, biz sətirləri ayırıram hələlik. TR table row sətir deməkdir. TR table row sətir deməkdir. Və bir sətirdə iki xana olduğundan, bir sətirdə iki xana olduğundan iki sütun olacaq. Yəni 13-cü sualda C variantı doğru cavabdır. İnternet şəbəkəsində resursun ünvanı kimidir? Bu ünvanın hansısına resursun ötürməsi üçün istifadə olunan protokol. Protokol budur, HTTP. Bu belə deyək, artıq domen hissədir. Yəni FTP sizi çaşdırmasın. Bu şəkildə. Cavab C variantı. Hypertext Transfer Protocol. Security Seas. 14-cü sual C variantı doğru cavabdır. O verilmiş alınacaq siyah web sitədə görüntüsünü müəyyən edin. Okey. Baxaq. Alınacaq siyahının web səhifədəki görünüşünü müəyyən edin. Aşağıda var nəsə yoxsa? Yox. Okey. Cavablarda. Gəlin buradan təhlil edək. Deməli, biz unordered list görürük. Unordered listin burada iki elementini görürük. Baxın, unordered list burada başlayır, burada bitir. Yəni, nömrələnməmiş deyək, nişanlanmış deyək və yaxud sıralanmış, sıralanmamış, nizamlanmamış. Unordered, unordered. Bunun mənası unordereddir. Deməli belə. Bunun iki elementi var. Bura bir dənə də. Çünki hər bir list bunun elementidir. Okey.
Hər bir elementi əslində özü bir ordered listdir. Ona görə burada bir 2 3 olacaq. Burada da bir 2 3 olacaq. Adları yazmıram. John, Von Lehman, Ramin, Mahmudzadə, Əlnazim. Davam edək. Harada? Buna uyğun. Deməli, bu deyil, bu deyil. Burada içərilərdə qara, ona görə yox. Gəldik bura. Burada sıxıntı ondan ibarət ki, bu bir dənə ordered list kimi görsənir. Burada isə görsənir ki, 2 dənə ayrı-ayrı ordered listi. Yəni 15-ci sualda B variantı doğru cavabdır. Axtarış sistemi deyil, deməli. Google diye bir aktarış sistemi var. Yandex var. Excite var. Rambler var. LinkedIn sosial şəbəkədir. Buna görə. Bu dua saytında yerləşmiş FTP JPEG adlı statik qrafik fayla HTTP protokola doğru müraciəti müəyyən edin. Okay. Protokol HTTP olmalıdır. Elə ilk hissədən protokoldur. Sonra bu dua saytında bəli faylın özüdəki son hissə göstərir. 17-ci sual C variantı doğru cavabdır. Doğru URL ünvanı müəyyən edin. Deməli, URL ünvanda ək işarəsi ola bilməz. Buna görə bu zıtdır. Burada bir domenli falan görmürük. Busu nə? Yəni birinci səviyyəli domen görmürük. Ona görə yanlış vurğulaya bilərik. Buradan həm qoşa nöqtə var burada, o tərəfdə qoyulub. Buna görə burada sıxıntı var. Onu deyə bilərik. Burada da www niye iki slash arasındadır? Bunu deyə bilmirik. Çünki əgər bu e, qovluq adıdırsa, ondan sonra fayla ehtiyacı var idi. Bu da qovluq adıdırsa, bundan əvvəl domenə ehtiyacı var idi. Ona görə yox, bu domendirsə, domenden əvvəl belə slash olmaz. Ona görə 18-ci sual D variantı doğru cavabdır. 19-cu sual URL ünvan hansı iki hissədən ibarətdir? Deməli, URL ünvan iki hissədən ibarət olur. Belə deyək, resursun identifikatoru, yəni resursun özünü təyinləyən bir şey və həmin resursun yerləşdiyi yer deyək. Yəni 19-cu sual Y variantı. Doğru ifadələri müəyyən edin. Hipermetrin üzərində gələndə sıçanın göstəricisi, bəli, pointer olur. Belə deyək də, barmaq. Görə buralıqda hardasa gələ bilərik. Yox. Barmaq işarəsi olur. Yox, burada bəxtimizdən heç şeydə olmadı. Deməli, dəyişir. Bu doğrudur. Pointer işarəsi deyirlər həmən barmağa. Web səhifələrdə cədvəllər istinad göstərici ola bilməz. Xeyr. Web səhifələrdə kod hissəsində görsənən ixtiyari bir şey istinad göstəricisi ola bilər. Ə, Susmaya görə istinad adi mətndən fərqlənir. Mütləq və mütləq. Yəni bu indi birazdan bunu da göstərəcəyik. Rənginə görə, dizaynına görə, belə-belə müəyyən şeylərə görə fərqlənir. Web səhifədə tək bir cümlə istinad ola bilməz. Xeyr, bayaqlar dediyim ki, ola bilər. Yəni bu hissəsində olan ixtiyari bir şey olar. Hissəsində ixtiyari sahəsinə hiperistinad yerləşdirmək mümkündür. Bəli. İndicə vurğuladığım cümlə ilə bunu təyin edirik. 20-ci sual Y. Yanlış ifadəni müəyyən edin. HTML web səhifəsinin görünüş strukturunu təyin edin. Haqqala. Bu doğrudur. HTML sənədi iki hissəyə hit və body hissəsinə bölünür. Məntiqi olaraq bəli. HTML alqoritmik dildir. Xeyr. HTML alqoritmik dil demək olmaz. HTML burada proqramlaşdırma dili sözü daxil. HTML işarə dilidir. Burada deməli 21-də C doğru cavabdır. Cavab olaraq seçəcək. Çünki tim birincisi bəli, fan uzantısı HTML və HTML olur. Bir qayda olaraq bəli. Ona görə bu da alqoritmik deyildir. Nəysə, 21C. Web səhifədə image SRC yazıcı zamanı şəklin nisbi ünvanı səhv yazılarsa, şəklin əgər nisbi ünvanı səhv yazılarsa, o zaman ona alternativ yazı adından göründüyü kimi alt təqində olan yazı olacaq. Hansı yazı görünə bilər? Mənzərə.
23. Cədvəldə axtarış sistemində verilmiş sorğular və axtarış nəticəsində internetdə tapılmış. Bu beynimdə qaldı. Burada alqoritmik dildir demək istəyəndə proqramlaşdırma dili deyilmək istəyilir. Proqramlaşdırma dili. Ona görə bu yanlışdır. Deməli, 23 cədvəldə axtarış sistemində verilmiş sorğular və axtarış isə internetdə tapılmış səhifələrin sayı verilmişdir. Budur sorğusuna üzrə neçə səhifə tapdılar? Gəlin baxaq. Budur sorğusuna görə neçə səhifə tapdılar? Deməli, budur və adov var. Budur və Eylervenlə də düsturla da edə bilərdik. Budur və adov var. Budur and adov 1350-dir. Bura budur olsun. Burada adov olsun. Okey. Ee, Budu or ado. Eğer ado 2150-dirsə, onun 1350-si buradadırsa, 800 də bu tərəfdə olacaq. Əgər bunların ümumisi 3200-dürsə, 3200-dürsə, 2150-ni çıxanda yalnız budu olan istə, yəni bu qırmızı ilə xətt olan istə 3200 çıxılsın 2150, bu da elə edəcək 1050. Və bizdən budur sorğusu isə o zaman bizdə verəcək 1050 plus 1350. Bu da bizə 23-cü sualda uyğun olaraq cavab 2400 verəcəkdir. Təhsil ən tədris sorğusuna bunu götürdük, keçdik. Artıq burada rahat edək. Deməli, tədris sorğusunun nəticəsində tapılan səhvələrin sayını müəyyən edək. Necə edəcək? Yəni diqqətlə. Bu üç hissənin birgə kəsişməsi olmadığından Eyler-Venn diaqramını bu formada çəkəcəyik. Deməli, diqqətləyək. Tədris ən təlim var. Tədris ən təlim var. Təlim or təhsil 610. Təlim or təhsil 610-dur deyə baxın. 270, 340. Bu da 610. Bu demək ki, bunların kəsişməsi yoxdur. Ona görə təlim, təhsil, tədris qeyd edəcəm. Daha sonra davam edək. Bunlardan ən daxildəki hissəyə keçəcəm. Tədris ən təlim. Tədris ən təlim 150, yəni bura 150 olduğundan, təlim 270 olduğundan bura 120 olur. Bu sözsüzdür. Daha sonra təhsil or deməli bizdən bu hissəni soruşur. Təhsil ən tədris buranı x. Okay. Tədris özü 290 olduğundan bura 290 çıxılsın 150 çıxılsın x. Yəni 140 çıxılsın x şəklində olacaq. Təhsil özü 340 olduğundan burada 340 çıxılsın x olacaq. Əgər bunları cəmləsək, ümumilikdə bizə 680 olacaq. Çünki üçünün birləşməsi 680-dir. Bu da 120 plus 250 yazar da 120 plus 150 plus 140 çıxılsın x plus x plus 340 çıxılsın x. Bu bizə verir 680, yəni buna bərabərdir. Hesablayanda 270 410 bu x'lar bir-birini apardı. 410 plus 340 750 çıxılsın x bərabərdir 680 qiyməti alırıq. Buradan da x 70 qiyməti alırıq. Tapdığımız x bunun qiyməti idi. Bu da ki tədris ilə təhsilin kəsişməsinin qiyməti idi. Deməli, 24-cü sualda 70 doğru cavabdır. Yəni cavab 70-dir daha doğrusu. 25-ci sualda 25-ci sualı da götürdük, getdik. 25-ci sualı da götürək. İkidək burada həll edək. Burada isə Eyler-Venn diaqramı çəkən zaman diqqətli olacaq ki, üçünün kəsişməsi barəsində sıfırdan fərqli bir fikir ortaya qoyulub deyə, ona görə Eyler-Venn diaqramını Mickey Mouse strukturunda çəkəcəyik.
Deməli, və başlayacaq ən içəri çoxluqdan ifadə eləməyə. Deməli, ən alt çoxluq bura x. Ümumiyyətlə, bura olsun Gəncə, bura olsun Bakı, bura olsun Qəbələ. Və bizdə nələr var, baxaq. Gəncə and Qəbələ 17, yəni kəsişmə 17-dir. Onda bura olur 17 çıxılsın x. Buradan bir şeyimiz yoxdur. Gəncə and Bakı 24-dür. Bura Bakı. Bunda bura olur 24 çıxılsın x. Daha sonra Bakı and Qəbələ ə, olur. Bakı and Qəbələ 65'dir. Bura 65 çıxılsın x. Devam edək. Sonra harada qaldıq? Sonra Gəncə 192-dir. 192-dən bu hissələri çıxaq. Neçə verəcək? 192-dən 24 ilə 17-ni çıxanda 41, çıxanda 192-dən burada qalacaq 151. Ə, deməli, ə, çıxılsın x. Çünki bunlar bir-birin 151 plus x olur. Çıxılsın mı? Plus x. Diqqətli olaq. 151 plus x. Okey. Deməli belə. Bir dənə diqqətlə 151 plus. Okey. Sonra bura eyni cür Bakı nə qədər idi? Bakı 148 idi. 148 çıxılsın 24 çıxılsın 65 plus 2 çıxılsın minus 2. 148-dən bir sözlə 89 çıxanda 11, 48, 59 plus x alırıq buranı. Düz hesabladıq mı? Yəni baxaq. Bəli. Daha sonra Qəbələ isə 115-dir. 115-dən 17 və 65-i çıxardanda qalır 50 çıxsın 17, 33 plus x. 33 plus x. Yəni bu şəkildə həmişə parçalayıb 7 hissəyə. Neysə, biraz indi sürətləndirməkdən ötürü belə bir şey eləyə bilərik. Buranı zaten biz yaşıl deyirəm. Təzən x-ləri yazmayaq deyə çoxlu. Qəbələ 115-dir. Bu yaşıl hissəni olduğu kimi qoydum bura. Daha sonra digər hissələr isə 151 plus x plus 24 çıxılsın x. 24 çıxılsın x. Bura isə 59 plus 59 plus irade olunur ki, niyə plus deyirəm? Mən ona görə indi plus deməyə başladım, plus. Bu edib 360, yəni ümumi birləşmələri. Bu səbəbdən dolayı davam edək. Neysə, bu x-lə bu x özlərini islah etdilər. 15, 151'dir, bu 15'dir. Buna nədir? 151. Niyə 151? Aha. Bakı, okey. Gəncə. 192 idi. Okey. 151 plus 24, böyle de 175 plus 115, böyle de 290 plus 59, 290 plus 59, 349 plus x beraber olur 360'a. X burada tapılır 11. Bizdə zaten ilk önceden onu qeyd etmişdik. Yəni bunun qiymətidir. Bu da üçünün kəsişməsi olan yerdir. Davam edək. 26-cı sual. Yenə bundan deməli belə keçdik növbətisinə. Cədvəldə sorğular və axtarış əsasında internetdə tapılmış səhvlərini yenə də Eyler-Venn diaqramı ilə çəkəcək. Yenə də gördük ki, buradakı bu üçünün kəsişməsinin 0 olan halı ilə rastlaşdıq deyə belə bir şey edəcəyik. Eyler-Venn diaqramlarını bu formada çəkərək sürətimizi qabağa sala bilirik və davam edirik. Deməli, Python and Java 75, Python and Ruby. Deməli, bu orta Python'da buranı Java vurğulayaq. Çünki belə çıxır ki, Java ilə Ruby'nin kəsişməsi yoxdur. Java ilə Ruby'nin kəsişməsi yoxdur kimi tapa bilirik.
Python bizdə belə Python and Java bura nə qədərdir bizdə diqqətlə 75 75 yazdıq. Python and Ruby 47 daha sonra Java hələ bilmirik. Bizdə nə var? Python 183 idi. 183-dən 75 çıxsam 25 plus 83 qalır. Deməli, nəsə nə deyək cəmləyə üstünə 25, 183 hesablamada biraz çətinlik çəkdik. 75 çıxsın 47, 36 eləyəcək. 36 burada 61 edir. Əgər düz hesabladıqsa ümidvaram. Düz hesabladıq. Bir də baxaq 108 bəli. Bura 61 etdi mi? Etdi. Davam edək. Ruby 210 idi. Yalnız Ruby olan hissə isə onda 210 çıxılsın 47 olacaq. 153, 163 qiyməti alacaq. Burada bilmirik nədir. Amma bizdən x yox. Biz x plus 75-i axtarırıq. Buna bir sual qoyacağım. X plus 75 bilmirik nədir. İndi x-i tapıb x plus 75-i tapmalıyıq. Deməli, x plus 75 x plus 75 plus 61 plus 47 plus 163 bizə verir 483 hesablama edək. Deməli belə 483 bu bizə 210 verdi. Bu bizə 210 verdi. 210, 271. 400, bu da onda bizə olacaq. Biz dediyim kimi bunu axtarırdıq. Çünki cavab bu olacaq 483 minus 483 minus 271. Bu da bizə verir nə? 212. Yenə cavab 212 oldu. Ümidvaram o 4-5 ardıcıl bu sualları buraya yazmağım və bu gün də həll etməyim sizə xeyri etmiş olacaq. Uyğunluğu müəyyən edin. Bu yəqin atribut mənasında, yəqin deyəndə atribut mənasındadır. Yəni A təqinin herif atributu var. Birə ona görə C yazılacaq. 27-ci sualda birə C yazılacaq. Deməli, image təqinin isə SRC və alt atributları var. Buna görə də 2-yə A və D yazılacaq. 2-yə A və D, çünki image təqin, bəli. 17 səhifədən ibarət olan TH təqdim ümumiyyətlə, bu arada TD təqdim ümumiyyətlə, A təqinin atributu herifdə hyperreferans, image təqinin isə iki əsas vacib atributu SRC və altda source və alternativ. Okey. Geçdik növbəti bu sualı həll etməyə. 17 səhifədən deməli 17 səhifədən ibarət olan mətn sənədinin ilk səhifəsində 128 x 256. Yəni bir dənə səhifə 16 səhifə ayırdım. Bu bir dənə səhifədə 128 vurulsun 256. Yəni 2 üstü 15 dənə deməli piksel var. Ona görə yazırıq bura 2 üstü 15. 256 rəng çalar parçalara rəngləmiş qrafik təsvirdir. Yəni bu o demək ki, hər bir piksel 8 bitdir. Bu da edəcək 8 biti silib yerinə 1 byte yaza bilərik. Bu da edəcək onda bu tərəf informasiya 215 dənə piksel hər biri 1 byte-dan 215 byte. Yəni bu edəcək 205 çıbı. Bu da edəcək daha sərəqələndirsək 32 çıbı. Bu tərəfi tapdıq. Bu keçdi. Sonra 16 dənəsinin hər birində Unicode ilə kodlaşdırılmış hər birində 16 sətrin hər birində də Unicode ilə kodlaşdırılmış 64 simvol var. Yəni bu hasil qədər simvol var. Hər bir simvol 2 byte-dır. 2 byte-dır. Bu səbəbdən dolayı 2 üstü 4, 4, 6, 16, 2 üstü 15 byte edir bu. 2 üstü 15 byte özü 32 yenə də çıbı edir. Bir səhvə hesabım odur ki 2 üstü 4, 2 üstü 4,
2 üstü 6 ve 2 üstü 1. Bəli, bu da edir 2 üstü 15. Bu hasil bize 2 üstü 15 eləyir. Bəli, 32 çıbıb. Yəni, ümumi informasiya həcmi 64 çıbı əldə edirik. Biz 64 çıbı, byte. Sonra bu informasiyanı 50% arxivləşdirəndə bu olur. Yəni 50% çıxılsın 50% yazaq. Bu bizə verəcək 32 kübü. Daha sonra 32 kübünü da bu sürətlə göndərəndə. Okey. Bunu da tapmaqdan ötürü ayırdım. 32 kübü, yəni 32 burasının 2 üstü 13 bit informasiyanı 200, 128, 207'dir. Ya da qalıb da 128 kimi qalsın burada. Burasının 2 üstü 10 bit bölünmüş saniyə sürəti ilə ötürəndə biz nə alırıq? Deməli biz alırıq. Bunlar ixtisara getdi. Burada 8 qalır. Getdi. 32 ilə 128 ixtisara getdi. 4 qaldı. 32 ilə 28 ixtisar getdi. 4 qaldı. 4 ilə də 8-i ixtisar aparanda 2 qalır. Saniyə qalxır. Vaid olar yuxarı 2 saniyə. Keçdik növbəti suala. Bunları nəzəri yox. Mən istərdim ki, ə, faktiki, praktiki olaraq bir dənə qovluq açaq. New folder olsun, bu qovluğun adı sınaq 10 qovluğu. Ə, hələ belə open biz kod açdıq. Bir dənə index.html adlı dənə səhifə yaratdıq. Bunu bağlayaq və burada edək. Deməli, okey. Default formatımızı qurduq. Deməli, Ctrl minus minus minus. Aha, burada görsəndi. Sualımızı da gətirək, qoyaq yanına. Nə deyir sualda bizə? Sualda, mana sualımız, zoonu açdıq, yox. Deməli, deyir ki, HTML səhifəsində eyni qovluqda, bu qovluqda olan book page sizin xətrinizə bir dənə şəkil gətirək qoyaq ora. Nə var? Tutaq ki, bundan da Ctrl-C edirəm, adını dəyişərəm, ümid bu ən maksimal səviyyədə. Deyir, bu qovluqda olan, bunu dəyişim adını qoyun, book page. Daha sonra nə deyir? İstinad göstərici kimi istifadə məsələ ünvanındakı izah MP4. Hə, sadəcə o az. O kim dəyişdirib ki? Nəysə. Belə bir deməli əsəbləşdik müəyyən səbəblərə görədir. Nəysə. Ə, Bir dənə istinad deyir. Biz də biraz buna yaxınlaşdıraq. Ümumiyyətlə yaxınlaşdırdıq. Biraz da belə eləyək. Deyir ki, bir dənə istinad yaradacağım. ATG. Hansı ki Hansı ki gedəcəyi yer HTTPS protokolu ilə təyin olunmuş science çok yazıdır. .edu.az slash burada array olmalıydı. Səhvlənməmişsə əslində. Nəysə, news belə bir qovluqda izah .mp4 faylı var ki buna gedəcək. Bəstə gedəcək. Deyir ki, burada istinad göstəricisi kimi istifadə et. Nəyi? Book page-ini. Book page-ini istinad göstəricisi kimi istifadə etdir deyə ATG-nin açılış bağlanışları arasında olan yerdə biz istinad göstərici kimi onu istifadə edə bilirik. Book.jpng. Gördüyünüz kimi eyni bir şeydədir. Əgər başqa qovluqda olsaydı o qovluğa keçid edərdi. İndi bunu web səhifə olaraq açaq. Open biz live server, yəni browserdə açaq, açdıq. Belə bir şey. Nəsə diqqətləsəz tıklana bilirdi. Tıklayıram. İndi elə bir
səhifə yoxdur. Ona görə belə deyək, belə bir şey alırıq. Dediyim kimi bu ə, materialın orijinalında gedəcək yeri var idi. Deməli, yəni belə davam edək. Harda qaldıq? Şəkildə web səhifəsində yenə burada anar, elsəvər, əmil, anarlaşdırıb elsəvər əmilli. Davam edək. Harda qaldıq? Deyir ki, şəkildə web səhifəsində belə bir web səhifə hazırlayaq. Sildim. Hazırlayaq deyək, hazırlayaq da. Bir cədvəl görürəm, table tagi açdım, bağladım. Cədvəlin 3 dənə sətrin görürəm, Ctrl-C, V. Bu table row cədvəlin birinci sətridir. Gördüyümüz kimi nöm, sene və form mərkəzlənmiş və qalındır deyə burada TH təqlərindən istifadə edəcəyik. TH təqini birincisi name yazacağım. Daha sonra ikincisinin dəyəri surname yazacaq. Üçüncüsündə isə, daha doğrusu dəyər tədavül deyə bilərik də, indi dəyişdirməliyik. Form, okey. Deməli, bu birinci sətrin üç xanası oldu. Gəlin buna da, hələ border verməyək. Sadəcə təsvirinə baxaq, bir Open WizLib server açdıq. Deməli, gördüyünüz kimi o 100%-də qalsın. Belə də hələlik bir border falan görmürük. Ona görə indi bu qalsın burada. Bunu yavaş-yavaş indi biz buna belə eləsək, maraqlı görə edə bilirik istədiyimizi. Sən nə görmürsən? Gəldi. İndi buradakı dəyişikliyin ora təsirinə diqqət edək. Border 1 verdim. Artıq gördüyünüz kimi border oldu. Keçə bu tərəfdə görə nə yazılıb? Oradakı dəyişikliyi də uyğun yavaş-yavaş görəcəyik. Deməli, ikinci bunu necə eləyək? İstəyirəm ki, ikisi hər bir şeyi eyni vaxtda görəsiniz. Ona görə belə can çəkişirik. Gəldik bura. Aha. İndi baxın, bu tərəfə də mən görüm də nə yazıram. İkincisində 3 dənə adi xana var. Ona görə T-dır. Niyə görə adi xana sözünü işlətdim? Artıq görün, burada görsüz dəyişiklikləri gördük. Birinci adi çünki mərkəzlənməyib T-dır. Xanalar T-dır və T ikilədir. Yusif. Əsas burada orijinalında olmalı olanı yazıram. Anar Raşidov. Anar Raşidov yazıram. Okey. Və burada fon barəsində deməli nə yazacaq? Ə, telefon gördüyümüz kimi altdan xəttidir. Tıklana bilir, tıklana bilmir söhbəti ayrı məsələdir. Bunu bir neçə cür yaza bilərik. Tıklana bilir, tıklana bilməməzliyi var. Gəlin, mən maraqlı bir şey edəcəm. A təqi yazıram hələlik. Kimsə indi burada deməsin ki, arxada onun cavabında belə verilib. Sonra müəllif özümə bilirəm nədir. 70 x. Nəsə də x nə yazıram ki? 269 11 070 269 11 13. Əgər səhvləmirəmsə nömrəm belə olmalıdır. Gördüyünüz kimi bu altdan xətti düşür. Rəng fərqliliyi görmürük deyə A təqi istifadə etmirəm. Zaten burada çapda yəni ola bilərdi. Bunu bir dənə sadəcə seçib Ctrl X U təqləri arası U yox. I təqləri arasına ata da bilərdik. Deməli, bu şəkildə ola bilərdi. Rəng fərqi yoxdur. Çünki boz çapdır. Bu belə da ola bilərdi. İndi ona görə keçək bir dənə düzənləyək. Eynən strukturda üçüncüdə də olacaq. Üçüncüdə də ki, Anar Rəşidov yox, Elsever Emirli, Amirli olacaqdır. Amirli olacaqdır. Onun da nömrəsi Elsever Əmrinin nömrəsi əzbər bilmirəm, amma ikinci nömrəsini bilirəm. Onu yazacağım. 27-dən alınıb. Belə 225-27-dən alınıb. Deməli, belə bir nömrə. Gördüyünüz kimi həmin təsviri aldıq. Amma sözsüz ki, bunu A təqi ilə yox, sözsüz deyəndə ki, A təqi ilə verməyəcəm.
sözsüzün bir aidiyyatı yoxdur. Atacağım bunu underline taginin içinə belə də verə bilərik. Eynən, yəni burada da A tagini underline tagindən əvəz edə bilərik. Niyə görə A tagi verdim? Bir qayda olaraq nömrələr zəng edilə bilir olur. Yəni indi biz burada vermirəm. Belə bir şey var. Tel. Hedefinə verə bilərdik. E, Zəng. O zaman zəng açardı. Bunu bir göstərim. In HTML. Bu biraz kənar məlumat verim. In və 3 spool tam nümunələr göstərim. Biraz in və spooldan HTML da gəldi. Misal üçün deyirəm. Fərqli-fərqli belə deyək linklər vermək olar. Telefon gördüyünüz kimi bax bu şəkildə o daha maraqlı olar. Ona görə yəni biz də eynən bax bu strukturdakı kimi bunu tel ə, deməli belə eləyək də telefon nömrəsi yazıb boşa nöqtə qoyub sonra olduğu kimi nömrəni də ora qoyub nömrəyə link verirəm elə bir ki və açanda artıq sadəcə gördüyünüz kimi pick and up, yes, load open pick and up. Gördüyünüz kimi səhvçə bizə açıla bilir deyil. Bu funksiya bacarıq yoxdur deyə. Ona görə amma digər bir yerdən ola bilərdi. Yəni bu şəkildə link verməyim daha qəşəng göstərərdi. Belə ümidvaram bu video sizə xeyirli oldu. İnşallah qısa zaman ərzində 11-ci sınağı da çəkəcəyik. Belə izləmədə qalın, like edin, paylaşın. Həm digər insanlara da xeyrimiz dəysin. Sizə dəydiyi kimi sağ olun, salamat qalın, özünüzdən müğayət olun.